Mən Nilpərə Tağzadə, 20 yaşındayım və bugün yenidən başlayıram. Bu isə həyatımın kiçik bir hissəsidir. Özümü tanıyandan bəri ən böyük arzum xaricə getmək olub. İlk olaraq orada təhsil almaq, sonra isə orada yaşamaq və yeni bir həyat qurmaq istəmişəm. Universitet illərində bunun üçün dəfələrlə cəhd etdim, amma heç birində də alınmadı. Bir ildən çox universitetimizdə Erasmus proqramının açılmasını gözlədim, amma açılmadı mənim şansımdan. Və dedim ki, bu qapı bağlandı, eybi yox, başqa qapıya qaçaram və başladım alman dili öyrənməyə. Və alman proqramına müraciət etdim, amma bir neçə balla kəsildim. Bu dəfə də alınmadı. Özüm də bilmədim, bu mənim son cəhdim imiş. Sonra sanki həyatımın dönüş nöqtəsi oldu. Bundan sonra xarici dil öyrənməyi tamamilə dayandırdım və artıq məni Azərbaycana bağladığını düşündüyüm universitetdən də məzun oldum. Amma hələ də xaricə gedə bilməmişəm. Bunu özüm üçün böyük bir uğursuzluq kimi qəbul edirdim, amma bugün yenidən başlayıram. Əslində bəzən yenidən başlamaq sıfırdan başlamaqdan daha çətin olur. Çünki sıfırdan başlayanda hələ alınmamağın necə hiss olduğunu bilmirsən. Amma dəfələrlə alınmayandan sonra yenidən ayağa qalxmaq daha çətin olur. Hələ nəyi necə edəcəyimi bilmirəm, amma bilirəm ki, ilk addım xarici dil biliklərimi yeniləməkdədir. Videonun davamı üçün izləməyi almağı unutma.